Salam, hər vaxtınız xeyir əziz həmkarlar, hörmətli müəllimlər. Bu gün sizlərlə paylaşdığım inteqralla bağlı miq tipli mükəmməl 3 sualın izahına baxacağıq. Başlayaq sualın izahına. Birinci sualda deyir ki, y bərabərdir 2 sinus 2x əyrisinin 0 pi bölü 2 arasındakı parçasının OX oxu ətrafında 360 dərəcə dönməsi ilə əmələ gələn cismin həcmini tapın. Gəlin birinci bunun şəklini çəkək, göstərək biz. Deməli, sinus 2x-in 0 pi bölü 2 hissəsini göstərək. Hansı ki, pi bölü 2, x, y, pi bölü 2, 0. Bu bizdə, deməli, burada bizdə 2. Çünki 2 sinus 2x-dir. İndi bunu OX oxu ətrafında biz çeviririksə, bu formada bir dönmə meydana gəlir və sfera alınır burada. Bir sfera alınır. Bizdən soruşur, bunun həcmini tapın. Deməli, biz bilirik ki, hər hansı bir belə deyək də, həndəsi fiqurun OX oxu ətrafında dönməsindən alınan cismin həcmini tapmaq üçün Vx bərabərdir pi integral düstur belədir də, A-dan B-yə f kvadratı x dx. İndi gətirib bunu da yazsaq, Vx bərabərdir pi integral A-dan B-yə, götürək 0-dan pi böl 2-yə 2 sinus 2x-in kvadratı dx. Bu da bərabərdir pi 0-dan pi böl 2-yə, bu bizə verdi 4 sinus kvadratı 2x dx. Bu da bərabərdir. Biz bilirik ki, belə deyək də, buradan sinus kvadratı 2x-in yerinə dərəcənin aşağı salınma düsturunu tətbiq edək. 0-dan pi bölü 2-yə 4. Bunun yerinə 1 minus kosinus 4x bölünsün 2 yazaq. dx, hansı ki, bunlar da getdi. Bərabərdir. Bu bizə verdi, deməli, pi, hətta 2-ni də integral xaricinə çıxaraq 0-dan pi bölü 2-yə 1 minus kosinus 4x dx. Hansı ki, bu da bərabərdir. Bu bizə verdi 2 pi. Deməli, 1-in integralı x çıxılsın kosinus 4x-in integralı sinus 4x. Bir də 4x-in törəməsi 4 elədiyinə görə integralda bilirsiniz də əksinə, tərsinə yazılır. 4-də 1. Bu da bizə verdi 0-dan pi bölü 2-yə. Bu da bərabərdir 2 pi. Gətirib x-in yerinə qoyduqda pi bölü 2 çıxılsın 0. Çıxılsın 4-də 1. Sinus pi bölü 2 çıxılsın sinus 0. Bu da bərabərdir 2 pi vurulsun pi bölü 2. Çünki burada artıq 1. Deməli, buradan bizə nə qaldı? Buradan bizə qaldı sinus pi bölü 2. Daha doğrusu sinus 4x-dir. 4x olduğuna görə bura oldu 2 pi. Yəni bu 0 elədiyinə görə artıq pi bölü 2. Bu da bərabərdir pi kvadratı, yəni y variantı. Sual yaranar ki, müəllim, bunu sferanın həcmi, yəni kürənin həcmi kimi edə bilər kimi? Xeyr, bu tam olaraq kürə formasında deyil. Çünki gördüyünüz kimi bu bizdə 2 və mənfi 2-dir. Amma bu isə 0 pi bölü 2 məsafəsidir. Ona görə də buna kürə kimi yanaşa bilmərik. Birbaşa bu düsturla hesablamalıyıq. Növbəti suala keçək. Növbəti sualımız belədir. İntegral 0-dan pi böl 4-ə kök altında 16 minus x kvadratı çıxılsın 4 minus x dx. Bunların hər birinə ayrı-ayrı funksiya kimi baxarsaq, məsələn, buna y1 deyirəm, ya y deyirəm. Y bərabərdir kök altında 16 minus x kvadratı. Hər tərəfi kvadrata yüksəltsəm, y kvadratı bərabərdir 16 minus x kvadratı. Bu da bizə x kvadratı plus y kvadratı bərabərdir 16. Bu nə deməkdir? Mərkəzi koordinat başlanğıcında radiusu 4-ə bərabər olan bir çevrənin tənliyidir. Gəlin indi bunu da götürək. Qrafik üzərindən göstərək. Çünki bunların hər biri şəkil üzərindən daha əyani göstərdikdə aydın olur bizə. Deməli, bu bizə nəyi verdi?
radiusu 4'ə bərabər olan və mərkəzi koordinat başlanğıcında olan bir çevrətənliyi. Bəs ikinci funksiyamız nədir? Y bərabərdir 4 minus x funksiyası. Hansı ki 4 minus x-in qrafikində gəlin göstərək. Bildiyimiz kimi 4 minus x-in qrafiki də 4 və 4-dən keçən düz xət y bərabərdir 4 minus x. İndi bu bizdən haranı istəyir? Bu bizdən, baxın, bu xətlərlə hüdudlanan fiqurun bu hissənin sahəsini istəyir. O zaman mən bu sahəni necə tapa bilərəm? Bu sahəni taparam. Ümumi, bu bir segmentdir. Segmentin sahəsini tapmaqdansa, mən deyərəm ki, dairənin sahəsinin 4də birindən, yəni 4də 1 pi r kvadratı, hansı ki, baxın, bu şəkildən söhbət gedir. 4də 1 pi r kvadratı, hansı ki, o da bərabərdir. 4də 1 pi vur 4-ün kvadratı 4 pi. Bundan çıxaram düzbucaqlı üçbucağın sahəsini. S üçbucaq bərabərdir 2də 1 4 vur 4. Bu da bizə verdi 8. O zaman bizim ümumi həmən o rəngli hissə bərabərdir 4 pi çıxılsın 8. 4'ü də mötərizə xaricində çıxararsam pi minus 2, yəni A variantı. Bu da bir maraqlı sual. Növbəti suala keçək. Deməli, növbəti sualımız belə bir sualdır. Deyir, y bərabərdir 2x minus 4 düz xətti ilə y kvadratı bərabərdir 4x parabolası ilə hüdudlanan fiqurun sahəsini tapın. Gəlin belə yanaşaq da. Gəlin bunun da qrafikini göstərək. Fikir verin. Deməli, yx. Y kvadratı bərabərdir 4x. Baxın, belə bir parabola olacaq. Niyə görə belə bir parabola olur? Çünki y bərabərdir plus minus kök altda 4x düşünək də bunu. Bəs y bərabərdir 2x minus 4 hardan keçir? 2x minus 4-də təxminən buralardan keçən bir, fikir verin, mənfi 4-dən keçən bir düz xətdir. Bu da y bərabərdir 2x minus 4. Bizdən istədiyi bunların hüdudladığı fiqurun sahəsidir. Odur ki, mən bu fiqurun sahəsini hesablamaq üçün bunların tərs funksiyasına baxacam. Niyə görə? Çünki belə deyək də, mən hər hansı bir funksiya veribsə, gəlin bunu xatırlayaq. Məsələn deyirəm, ixtiyari bir funksiya verib, integraldır, hüdudlanıb bir fiqura, belə deyək, xətlərlə hüdudlanıb və mən bu sahəni tapıram. Əgər mən buradan baxıramsa, mən o funksiya üçün fx-i tapmış oluram. Amma y tərsdən baxanda f tərsi x-i tapıram. Bəzən elə olur ki, funksiyanın tərsini tapıb, onun integralına baxanda bu bizim üçün daha rahat olur. İndi gəlin burada da eyni gedişi eləyək. Mənə lazımdır, baxın, bu sərhədləri tapmaq. Hansı sərhədlərdə olar? Baxın, bunlar. Gəlin bunları tapaq. Onun üçün nə edirəm? Y bərabərdir 2x minus 4. Buradan x-i tapıram. X bərabərdir y plus 4 böl 2. Və bizim əlimizdə y kvadratı bərabərdir 4 vurulsun x. Baxın, y kvadratı bərabərdir 4x. Gətirib burada yerinə yazıram. Buradan x-i tapıb burada yerinə qoyacam. Bunun yerinə yazıram y plus 4 böl 2. O zaman bu elədir y kvadratı bərabərdir 2y plus 8, y kvadratı çıx 2y çıx 8 bərabərdir 0. Bunun kökləri isə mənə verdi 4 və mənfi 2. Deməli, bura 4, bura isə mənfi 2. O zaman mən buradan, baxın, bu funksiyaya buradan baxacam. Çünki fikir verin, y-ə uyğun sərhədlərim var. Buradan baxacam və bu xəttin integralı ilə bu xəttin integralı arasında qalan sahəni hesablayacam. Onun üçün mən yazacam s bərabərdir mənfi 2-dən 4-ə y kvadratı böl 4. Hansı ki, buradan x-i tapdım. Y kvadratı böl 4 çıxılsın y plus 4 böl 2 dy. Yəqin ki, başa düşdünüz. X-in tapdım və tərs funksiyası kimi yanaşıram. Bərabərdir. Bu da mənə verdi deməli. Buradan belə yazaram da 4də 1 integral mənfi 2-dən 4-ə
y kvadratı dy çıxılsın. Buradan da 2-də 1-i mötərizə xaricində çıxararam. İntegral xaricində daha doğrusu -2-dən 4-ə y plus 4 dy. Bu da bərabərdir. Bu bizə verdi 4-də 1 y kvadratının integralı y kubu bölü 3 -2-dən 4-ə çıxılsın 2-də 1. Bunu da belə yazaram. Y kvadratı bölü 2 üstə gəl 4y -2-dən 4-ə. Bu da bərabərdir. Bu bizə verdi 12-də 1. Y kubu bizdə oldu 64 çıxılsın -2-nin kubu -8 çıxılsın 2-də 1. Burada da 4-ü gətirib qoyanda 8, ikincidə 4, 4-ü burada qoyduq yerinə. Bax, fikir verin, 4-ü burada qoyduq yerinə. 4-ün kvadratı 16, 2-yə böldüm 8. Bir dəfə də 4-ü burada qoyduq. 4, 4-ün 16 çıxılsın. -2-ni qoyuram. -2-ni burada qoyanda -2-nin kvadratı 4, 4-ü 2-yə böləndə 2 çıxılsın. -2-ni burada qoyanda 2-ni -4-ə vuranda elədi 8 çıxılsın 8. Bu da bərabərdir. Deməli, bu bizə verdi 12-də 1. Bu bizə nə verdi? Bu 72, 72-ni 12-yə böləndə 6 çıxılsın. Bu neçə verdi? Deməli, 24, 8, 6 bizə verdi 24 çıx 6 böl 2, 15. Təbii ki, bu da modulda yazılacaq. Niyə görə? Çünki sahə bilirsiniz ki, skalyar kəmiyyətdir və qiymət olaraq bu hər zaman, baxın, bu hesabda belə deyək də, skalyar kəmiyyətdir. Qiyməti mənfi çıxsa da, skalyar kəmiyyət olduğuna görə sahənin vahid olaraq, məsələn, deyək ki, 3 kvadrat metr, 5 kvadrat metr bilirsiniz də, integralda hesabda mənfi belə olsa, sahəni modul olaraq götürürük və doğru cavab 9, yəni C variantı. Belə, əziz müəllimlər, 3 maraqlı sual idi. Ümid edirəm, hər biri sizlər üçün aydın oldu. Bu 3 sualın hər üçü MIQ tipli sual sayılır ki, hansı ki MIQ-də həm xətlərlə hüdudlanmış fiqurun sahəsi və yaxud da hər hansı koordinat oxu ətrafında dönmədən yaranan cismin həcmi ilə bağlı suallarla rastlaşırıq. Sağ olun, növbəti izahlarda görüşərik.